Sizi ən yaxşı tanıyan rəfiqənizin adı nədir? Əminə. Əminə. İndi Əminə xanıma zəng vurursunuz. Özünüz haqqında ona 3 sual deyəcəyik. Əgər doğru tapsa bizdən 20 manat pul mükafatı qazanacaqsınız. Razısınız? Razıyam. Əla. Ad gününüz nə vaxtdır? Ay, il, tarix. İyulun 6-sı 2010. Bəs ən sevdiyiniz yemək? Cücü xəngəl. Ən sevdiyiniz müğənni? Nəsimi Məmmədov. Yaxşı, zəng vuraq görək tapa bilirəm bu 3 sualı. Alo. Salam Ürəyim, necəsən? Sağ ol Mehriban, sən nəsəsən? Yaxşıyam, çox sağ ol. Deməli, mən sənə özüm haqqında 3 sual verəcəm. Səbəbi soru deyirəm, amma sənə sual verirəm, cavabların da zəhmət olmasa, yaxşı? Ha, yaxşı. Mənim ad günüm, tarixi, bir də ki, ilim. İyulun 6-sı, Hə. 2006. Mənim ən çox sevdiyim müğənni. Onları Sənə nə deyim, bala nə idi? Mənim ən çox sevdiyim yemək. dolma, Olma dolma. dolma, qara dolma. Təəssüf ki, bircə sizin ad gününüzü doğru tapdı. Məncə rəfiqənizi blok atın. Təəssüf ki, qazana bilmədiniz gələn səfər. Bəs dostlar, sizin rəfiqəniz sizi nə qədər yaxşı tanıyır? Şərh bölmələrinə yazmağı unutmayın. Belə də bir şey deyim dostlar. TikTokda sifariş hədiyyələr artdırmaq istəyirsə 055 413 4.0 nömrəsinə yazaraq 1 kanı 15 manat, 5 kanı 75 manat, 1 şir isə 450 manata əldə edə bilərsiniz. 055 413 4.0. Sağ olun, salamat qalın.